uzun müddət Heydər Əliyevlə bir yerdə işləyib demək olar. Pambıqçımız, mexanizatorumuz, SSR Ali Sovetinin deputatı, Azərbaycanın deputatı, vaxtında Heydər Əliyev haqqında xatirələrinə tanışsa yaxşı olar. İlk önce hoş gördük her birinizi, hürmetli tədbir iştirakçıları. Teşekkür ederim bugün beni bu Xətai rayon Ağsaqqallar Şurasının tədbirinə dəvət etdiyiniz üçün. Respublikamızın demək olar ki, hər bir bölgəsində tədbirlərdə iştirak etmişəm, ancaq belə bir tədbirdə iştirak etmək mən özümə böyük şərəf bilirəm və təşəkkür edirəm məni yenidən bu tədbirə dəvət etdiyiniz üçün. Bugün sizin qarşınızda çıxış etmək mənim üçün həm çətindir, həm şərəflidir. Burada oturan insanları, ziyanlarımıza mən baxanda onların çoxunun siması mənə tanış gəlir, çoxunu tanıyıram. Demək olar ki, mənimlə eyni dövrdə Heydər Əliyev məktəbini keçən insanlar var. Burada heç kim bugün danışıqlarında, çıxışlarında Heydər Əliyevin ünvanına heç bir deyim ki, mənfi nəsə deyə bilməz. Ona görə ki, bayaq dediyim kimi, bu insanlar o məktəbi keçiblər. Heydər Əliyev siyasəti ilə yaşa dolan insanlardılar. Adi bir xırda şey deyim ki, ağsaqqallarımız oturublar, burada ziyanlarımız oturublar. Onların saç düzümündən, geyimindən, ayaqqabılarının təmizliyindən, üzlərinin təraşdığından hiss olunur ki, bunlar hansı məktəbi keçiblər. Ulu öndərimiz çox məsuliyyətli bir insan idi. Həyatda deyim ki, yəni ki, ulu öndərimizlə əlaqəli, sırf təmasda olan insanlardan Respublikamızda 2 nəfər varsa biri mənədir. Bugün buradan mən onun nə ictimai siyasi fəaliyyətindən danışmayacağım, nə onun dövlət üçün hansı siyasətləri irəli sürdüyündən danışmayacağım. Sadə bir əmək adamı kimi onun məni yetişdirməyini, sizin hər bir sahədə ayrı-ayrı insanlar ki, yetişmişsiniz, məni də bir Azərbaycanın ziyalı qadını kimi yetişdirməyi, bir mexanizator kimi yox, bir əmək adamı kimi yox, nəzərimizə çatdırmaq istəyirəm. Yüzlərlə Heydər Əliyev haqqında kitablar yazılıbdır, məqalələr yazılıbdır, onun haqqında deyim ki, dahi insanlar sözlər deyiblər. Bundan da deyim ki, neçə saatlarla danışıb olar. Öz dilimdə, sadə bir zəhmət adamının dilində mən ona qarşı özümün mənəvi borcunu bilirəm ki, sizin nəzərinizə çatdırım ki, bu insanın pərdə arxa daxili elə bir xarakterləri var ki, onu burada oturan bu ziyalılarımızın çoxu bilmirlər. Amma mən bir sadə insan kimi onunla o qədər kontakt olmuşam, yaxından olmuşam ki, o məni özünə mənəvi bir qızı kimi qəbul etmişdi. Hər şeyi mənə danışırdı, hər şeyi biz söhbət edirdik. Deyim ki, bir ailə üzvü kimi məni özü qəbul eləyirdi o, bunları danışanda, deyəndə. Kimsə onun vəzifəsi altında bir vəzifə tutub onunla işləyibdi, kimsə onun tapşırıqlarını yerinə yetiribdi, kimsə hansı bir bölgədəsə, bəli, Heydər Əliyevin siyasətini davam etdirib. Ancaq bunlardan öncə o məni bir övladı kimi sevibdi, övladı kimi görübdü. Bir Azərbaycan qadını, Azərbaycan qızı kimi bir kənara qoyaq, sanki öz övladı kimi mənə münasibət göstəribdi. 53 il həyatımın demək olar ki, hissəsini mən Heydər Əliyev siyasətinin davamçısı və onun təbliğatçısı kimi özümü görmüşəm. Onun işlədiyi dövrdə, işləmədiyi dövrdə də mənim onunla əlaqələrim sıx olubdur. Moskvada da, Naxçıvanda da, işləməyən dövrdə də, Azərbaycanın 2-ci dəfə hakimiyyət dövrünə gələndə də. 23 yaşında, ən gənc bir yaşımda məni SSR Sovetinin deputatı seçdirib Heydər Əliyev. 23 yaşında. Demək olar ki, 60 millət vəkilinin, Moskvada təmsil olunan millət vəkilinin içində ən gənc deputat olmuş. Deyim ki, boynuma alım keç, 23 yaşında gənc o dövrdə deputatlıq fəaliyyətinin nə olduğunu da bilmirdi, üzərinə düşən vəzifənin də nə olduğunu bilmirdi. Mən açıq deyim sizə. Deyəndə ki, sənin namizədliyin verilib, o vaxtlar bilirsiniz ki, yəni ki, dövlət tərəfindən göstəriş verilirdi deputatlarımızın seçilməyi. Mənə
qəribə gəldi ki, yəni mən neyniyəcəm, mənim vəzifəm nədir, mənim işim nədir? Bunları, yəni gənc bir qız öz üzərinə götürməyi, bu ağır məsuliyyəti götürməyi doğrudan da o dövrdə çətin bir məsələ idi. Heydər Əliyev ilk gənc yaşlarla, yəni 21 yaşında mənimlə ilk dəfə iş başında görüşəndə, məni kəşf edəndə, yəni deyim ki, o insan bir insanı ki, əgər üzərində durursa, onu yetişdirmək istəyirsə, onu xalq üçün dəyərli bir insan etmək istəyirsə, o onu belə deyim ki, özü kəşf edirdi. Heç kəsin kənardan müdaxiləsi ilə, heç kəsin sözü ilə, yəni o insanın üzərində durmurdu. 21 yaşında mənimlə ilk dəfə iş başında görüşəndə o məni sanki öz kəşfi ilə irəli çəkdi və məni tanıtmaq üçün də mənim üzərimdə illərlə onun zəhməti oldu. 14 dəfə mənim çalışdığım Bərdə rayonunda o görüşdə olub, onun 12 dəfəsi mənim iş başında demək olar ki, görüşlərimiz olub. Protokoldan kənar olan müddətlərdə ki, mənimlə onun görüşləri nəzərdə tutulmuyor, o yenə də o protokolu ləğv edərək, pozaraq mən Tərlanla görüşəcəyim deyibdi. Yenidən, yəni marşrutunu dəyişib, işinin o hissəsini, yəni ki, mənim görüşümə sərf eləyibdi. Bu nə idi? Bu Azərbaycan qızına bir dəyər, əmək adamına verilən bir dəyər idi, bir qiymət idi. O bir əmək adamı yetişdirmirdi. O bir ziyalı bir qadın yetişdirirdi. O bir ölkəsinin, millətinin bir, deyim ki, üzdə olan bir qadını yetişdirirdi. O məni bütöv bir ailə, deyim ki, ailəmin quruluşunu yetişdirirdi. Yəni Azərbaycan qadının bir bütöv ailəsini yetişdirirdi. Onun hər bir hərəkətini, hər bir davranışını nəzərdə tuturdu. O mənim ziyallığımı yetişdirirdi. Mən bugün böyük fəxrlə deyə bilərəm ki, 2 ali təhsil almışam, Kənd Təsərrüfatı Akademiyasını qurtarmışam, Dövlətçilik Akademiyasını qurtarmışam. Mənə kimsə deyəndə mexanizatordur, kənd qızıdır, belə fikirləşməsin. 15 il mən Milli Məclisin deputatı olmuşam, 10 il İstihral Sovetinin deputatı, 5 il Azərbaycan ilk çağırış 90-95-2000-ci ilin çağırışı. Bunlar hamısı nə idi? Ulu öndərimizin mənə verən dəyər idi. Azərbaycan qızına verən bir dəyər idi. O mənim hətta ailə qurduğum, üzr istəyirəm dönə-dönə, ailə qurduğum insanla da maraqlanırdı. Necə insanla mən ailə qurmuşam? Tərbiyəsi nədir, əxlaqı nədir, hansı ailədən gəlibdir? Bunları maraqlanırdı. O mənim övladlarımla maraqlanırdı. Nəyim var qızım? Oğuldan, qızdan nəyim var? Ata, ana, bütün mənim həyatımı, bütün demək, baxırdı ki, bəli də, bu dəyər verirdi. Mən demirəm, sadə bir kənd qızına, sadə bir əmək adamına bu insan dəyər verirdi. Xırda bir şeyi mən sizə deyəcəm ki, o vətənini, millətini, dövlətini sevən bir insan kimi ən incəliyə qədər o istəyirdi ki, onun millətinin oğlu, qızı da fərqlənsin. Başqa millətlərin qarşısında. Yəni ki, biz 15 respublikanı təmsil edirdik o vaxtı, biri də Azərbaycan idi. O istəyirdi, mən o millətlərin qarşısında fərqlənim. O millətlərin dövlət başçılarının qarşısında fərqlənim, qadınlarının yanında fərqlənim, geyimimlə, hərəkətimlə, davranışımla. Mən 2 dənə belə misalı çəkəcəm. Mən hər zaman xatirələrimdə bunu demişəm, yenə də demək istəyirəm ki, yəni bu insanın bayaq dediyi kimi, mən ictimai siyasi dövlət xadimi kimi demək istəmirəm. Professorlarımız da danışdı, yazarlarımız da onun haqqında danışıb. Yəni onun o incə yeri ki var, mən onu demək istəyirəm ki, bu onun sadəliyini, bu onun Azərbaycan oğlunun, qəlbinin o dərinliyindəki olan incəliyi, Azərbaycan qadınına, qızına qarşı olan istəyinin mən istəyirəm sizə çatdırım. Brejnev Azərbaycana gəlməli idi. Mən də başqaları kimi bir neçə nümayəndələrimizlə prezidiumda oturmalıydım. Brejnevi o dəvət eləmişdi hələ pərdə arxasına, bir-bir təqdim eləyirdi qonaqları, prezidiumda oturan qonaqları. Mənə yaxınlaşanda, ondan da bir az əvvəl, mənə yəni rayonda dedilər ki, səliqəli geyin, təmiz geyin, nə bilim, yaxşı belə
Klassik kostyumla çıx Heydər Əliyevin, yəni ki, bu tədbirə belə get. Onsuz da biz yəni belə olurduq həmişə. Amma daha bu xüsusi bir tapşırıq idi. Bir xüsusi tapşırıq idi. Mən o vaxtlar bilirsiniz ki, geyimlər çox çətin tapılırdı, az tapılırdı. Neysə bir alverçidən axtarandan sonra bir əldən bir paltar aldım. Paltar çox tünd rəng oldu, belə şokolatı rəng. Özüm də yay işindən təzə qutarmışıq, payız aylarıdır. Mən bu paltarı ilə evdə geyinib əynimin ölçüsünə baxanda anam dedi ki, ay qızım, bu kostyum heç sənə yaraşmadı, rəngini tamam boğdu. O da cılız zarıq qız idim. Yəni günəş şüası altda o qədər işləyirdim, qapqarada yanırdım. Yəni bu bir xatirə olaraq sizə mən bunu deyirəm, vaxtınızı aldığım üçün üzr istəyirəm. Mən bu kostyumu geyməli oldum. Geyməli oldum. Ulu öndərimiz yaxınlaşdı bir insanları təqdim edir, Brejnevə ki, bu budur, bu filan nazirdir, bu filan neftçidir, bu pambıqçıdır, bu kolxoz sədridir. Mənə də yaxınlaşanda özü deməmiş, Brejnev SRL Sovetinizdən çoxun yaxamda gördü. Dedi, bu bizim də əsən deputatımızdır. Deyəndə Ulu Öndər dedi ki, sizin deputat deyil, bizim deputatdır. Yəni sizin deputat deyil dedi. Yəni Brejnev bizim deputatdır. Dedi, yox, yəni ki, SRL-nin iznat çoxudur. Dedi ki, amma cılızdır. Bundan deputat, axı bu deputat ola bilməz. Dedi, onun cılız, arıq, balaca qız olmanı baxmayın, onun gördüyü işlər böyükdür. Dövlətimiz səviyyəsində böyük işlər görür. O bir kəlmə ilə Brejnevi sanksiyonu oturtduğu yerində ki, yəni ki, bu qızı biz canlılığına görə seçməməliyik, bu, yəni əməyinə görə, işinə görə seçmişik. Və keçəndə o mənim belə yaxınlaşdı, elə dedi ki, onu məndən başqa onu eşitlən olmadı. Rəhmətli ki, Lidiya Rəsulova yanında durmuşdu. O da həmkarların sədri idi, həmkarlar təşkilatının. Mənə belə pıçıldadı ki, bir də bu kostyumu giyməliyəm. Mənə əvvəl çatmadı, bu nə deməkdir? Bu kostyumu giymə, niyə bunu dedi? O yüzden bu yüzden ham mənə sorğu keçdi. Pıçıldadılar ki, nə demək istədi? Bununla Heydər Əliyev sahə demək istədi. Lidiya xanım dedi, o nə dedi? Mən başa düşmədim. Dedim, mənə dedi ki, o kostyumu geyinmə bir dəyinimə. Niyə dedi Lidiya xanım? Mən başa düşmədim. Dedi ki, mən də istədim sadəcə. O paltar səni tamam boğmuşdu. Rəngini tamamıyla boğmuşdu o paltar səni. Onun içində, o kostyumun içində səni xoşuna getmədi. Yəni, qonaqların yanında bir irəli çəkilmiş bir insan kimi səni xoşlamadı, açılır. Mən onda fikirləşdim ki, bu dahi insan dövlət başçısı olmaqla bərabər, yəni sadə bir qızın, Azərbaycan bir qadının geyiminə qədər diqqət verirsə və onu gözəl görmək istəyirsə, bu bütün qadınlarımıza verilən bir dəyər idi. Bu Azərbaycan qadınlarımızın, Azərbaycan millətinin qadınlarına verilən bir dəyər idi. Görün, cüzi bir diqqət, yəni bu insan heç vaxt gözündən qaçmazdı. Onun nə qalmışdı ki, yəni ki, o deyək ki, dəli, bu paltarı bir də geyinmə. Yəni bu xırda bir epizoduna görə sizə dedim ki, yəni bu insan millətini, dövlətini sevdiyi kimi qadınını da, qızını da, o deyim fiziyalısını da, hər bir Azərbaycanın oğlunu, qızını sevirdi və istəyirdi ki, gözəl görünsünlər, səliqəli görünsünlər. İşləri ilə bərabər özü də gözəl nəzərə çarpsın. Və bir şey də deyəcəm, tarla üstündə mənim, yəni ki, bayaq dedim, mən onun ictimai siyasi fəaliyyətlə danışmayacağım. Elə bilirəm ki, sizin üçün daha maraqlı olar. Yəni, onunla mənim təmasda olduğum görüşlər. Ona görə mən bu xatirələrini danışıram və bugün də biz onun yad eləmək üçün bura toplaşmışıq. Elə bilirəm, bu daha sizin üçün maraqlı olar. İş başında yenə mənimlə görüşən bir günü idi. Dedilər, bugün gəlməlidir. Mən sahədə pambıq yığıram maşınla. Sahənin ortasına qədər gəldim, maşınım dayandı, xarab oldu, texnikadır da. Mən düşdüm, maşını düzəldənə qədər, hələ qonaqlar gəlməmişdi. Maşınımı düzəltdim, əlim oldu mazut, nə bilim, üzüm, gözüm boz, 45 dərəcə isti.
Mən onun qarşısına həmişə təmiz kamizonda çıxardım, təmiz paltarda çıxardım. Onun bilirdim o səliqəliyi sevir, o təmizliyi sevir, o gözəlliyi sevir. Bunu bilirdik. Çünki ahalimiz də, cəmaatımız da onun qarşısına bayram libasında çıxırdı hamı. Biz kəndlərimizi elə səliqəyə salırdıq, elə böyük bir qonaq qarşılayırdıq. Doğrudan da o bizim üçün əziz bir qonaq idi, kənd adamları üçün. Kəndlərimizi təmizlətdirərdik, küçələrimizi, darvazalarımızı rəhlədərdik, barlarımızı rəhlədərdik. Deyim ki, kəndin için sulattırardıq, deyir ki, gələndə toz olmasın. Bu qədər misal üçün biz onu sevdiyimizi o bilirdi. Bax, bu qonaqpərvərliyimizdən bilirdi ki, biz onu sevirik. Mən də onun qarşısına şəxsi heç vaxt mən çirli paltarla çıxmazdım. Raboçi geyimimi deyədi, o çirli paltarla mən onu heç vaxt salamlamazdım. O gələnə yaxın artıq çıxardım paradla formam kimi. Yanımda mənim təmiz kamizonum olardı, raboçi geyimim olardı. Geyinərdim, onun qarşısına elə çıxardım. Mən bu vəziyyətdən yəni çatdıra bilmədim. Mən geyimimi dəyişim, yəni ki, o gələnə qədər belə gördüm, maşın karvanı gəldi, tarlanın kənarında durdu. Doğrusu mən artıq kənara çıxana qədər o biri 40 metrdə pambıq sahəsinin içinə yeridi. Düşdüm kənardan, hamı gəldi, o bir-birər verdi, yoldaşlarla görüşdü, mexanizatorlarla görüşdü. Mən belə əlimi arxamda belə tutdum. Buna yəni ki, yaxınlaşmadım. Xoş gəlmişsiniz yoldaş, belə dedim. Dedi, bura gəl görüm, sən niyə belə kənardan kənara mənə xoş gəldin eləyirsən? Bu çağırdı, dedim ki, mən əllərim mazutludur, ona görə üzr istəyirəm də, sizlə görüşə bilməyəcəm. Bu mənim əlimi aldı, əlinə inanın ki, o xatirə mənim hər zaman niyə danışıram? Bu insanın sadəliyini, bu insanı özü sevdirməyi, xalqına, millətinə, bugün də ona qarşı xalqın, millətin sevgisi, bax onun sadəliyindən irəli gəlibdir, dövlət başçısı kimi. O məni belə çəkdi özünə, alnımdan da tozlu alnımdan belə tər axır, tozlu alnımdan tər axır. O çəkdi mənim belə alnımdan öpdü, bu mazutu əlimi də belə sürtdü öz əlinə. Elə bir ki, istədi ki, onun da əli batsın bu mazuta. Dedi, bu əllərin çörəyidir biz yeyirik. Sən niyə utanırsan bu əllərinin mazutundan? Səni niyə biz çox istəyirik? Bax, bu zəhmət keçdiyinə görə. Bütün o ətrafdakı insanların sanki elə bir ki, ona bilirsiniz, doğmalığı daha da artdı, istəyi daha da artdı. Hamı elə bir ki, özünü sərbəst hiss elədi. Adi bir kənd uşağını götürürdü, palçıqlı qaldırırdı, öpürdü, qaldırırdı başından yuxarı. Üstü başı batırdı, hamı qıraqdan müdaxilə edirdi. Yoldaş Əliyev, üstümüz batdı. O ona əhəmiyyət vermirdi. O ondan elə bir ki, xalqa özünü sevdirirdi, öz sadəliyini sevdirirdi. Ona görə bu insanı, bilirsiniz, unutmaq mı olar? Belə insanı, belə dahi bir şəxsiyyəti yaddan çıxartmaq mı olar? Mən həyatım boyu, mənim keçmişim də Heydər Əliyevə borçludur. Mənim bugünüm də Heydər Əliyevə borçludur. Mənim gələcək nəslim də ona borçludur. Məni tərlan eləyən, bu səviyyəyə gətirən, bugün sizin qarşınızda tərlan kimi çıxış eləyən, yəni ki, adi bir əmək adamı kimi, adi bir zəhmətkeş insan kimi, adi bir kənd qızı kimi, bunları boyaq yerdə mən dövlət qarşısında xidmətlərimə görə almışam prezident təqaüdü. Mənim, yəni dövlət qarşısında da xidmətlərimi o insan qiymətləndir, vəziyyət mənə dəyər veribdir. Ona görə mənim həyatımın hər bir dövrü bu şəxsiyyətə borçluyam. Mən bu borcumu bilmirdim nələrlə çatdırım ulu öndərimizə. Necə çatdırım, ona nəyə ihtiyacı idi ki? Mən belə bir gün onun qəbulunda olanda, çünki onun şəxsi görüşlərimiz bizim çox olubdu. Bir görüşümdə mən bir kitab aparmışdım ona. Bu kitabın iki müəllifi, biri mənim idim, biri başqası. Kitabı mən ona təqdim eləyəndə dedi ki, mən istərəm bu kitab sənin öz tək imzanla olsun. Yəni, sənin həyatın, mənim həyatım tarixdir, qızım dedi. O tarixi biz yaşatmalıyıq. Bu şəkillərdir, bu xatirələrdir, bunları sən öz adından yazmalısan və gələcək nəsil bilməlidir ki, həyatda neçənci illərdə Heydər Əliyev yaşayıbdır. Heydər Əliyevin hakimiyyət dövründə Tərlan kimi bir əmək insanı yaşayıbdır. Biz bu tarixdir, bunları yaşatmalıyıq.
Və belə qərar verdim mən, uzun illər düzdür, tərəddüddə qaldım. Çünki mən yazıcı deyildim, mən yazar deyildim, jurnalist deyildim. Belə qərar verdim ki, bəli, mən onun haqqında öz xatirələrimi yazmalıyam. Və yazdım, 102-ci illiyinə qismət oldu. Mən onun keçən il kitab təqdim olundu bir neçə yerdə. Gürcüstanda təqdimat keçirildi. Naxçıvanda təqdimat keçirildi. Dövlət administrasiyası tərəfindən gözəl qarşılandı o kitab. Təşkil olundu, bütün bölgələrimizdə keçirildi mənim xatirələrim və 50-dən artıq Ulu Öndərlə bağlı şəkillərim. Yəni heç arxivdə o boyda əmək adamı ilə olan şəkilləri yoxdur onun. Yəni o bir tarixi mən yeni deyirəm, bir əsər deyildi. Tarix idi, mən onu yaşatmaq üçün bunu elədim. Və kitabın da adını Ulu Öndərimizə mənəvi borcum kitabını qoydum. Və bu kitabın da təqdimatında bizim Mirvarid Dilbazi İctimai Poeziya Birliyinin böyük zəhməti oldu və qarşıma düşdü, onu apardı. Eyni zamanda onun çap olunmasında da həmin cəmiyyətin böyük, İctimai Birliyin böyük zəhməti oldu. Mənə ürək verdi, yəni ki, məni dəstəklədi. Bununla demək istəyirəm ki, yəni bugün Ulu Öndərimizi biz deyirik ki, nə qədər Azərbaycan var, Ulu Öndərimiz var. Bəli, bugün nə qədər siz ziyalılarımız var, bizlər varıq, Ulu Öndərimizi unutmamalıyıq. Və biz bunu gələcək nəslə təbliğ eləməliyik. İndiyə qədər eləmişik, bunu biz təbliğ eləyə getməliyik, gələcək gənc nəsil də bizdən götürməlidir. Bugün danışdığım xatirəni bilməlidirlər ki, bəli, əmək adamına, Ulu Öndərin dəyər verməyi, ziyalılarımıza dəyər verməyi, adi insanlara dəyər verməyi bu insanın xarakteri olmuşdur. Bu insanın ən yüksək müsbət bir xüsusiyyəti olmuşdur. O dövlət başçısı olmaqla bərabər, dünya siyasətçisi olmaqla bərabər o sadə vətəninin oğlunun bir oğlu da olmuşdur. Teşekkür edirəm hər birinizə, mən vaxtınızı aldığınız Hər tərəfli tanışlığınıza görə minnətdaram. Bizim icra hakimiyyətində də bir tədbir vermişlər saat 4-də. Çıxış edənlər çoxdur. Amma xahiş edirəm, 1-2 nəfərdə, amma 1-2 dəqiqə, 3 dəqiqə. Bir dəqiqə icazə Hörmətli İslam Azərbaycanın dəyərli insanları, mən Azərbaycan Silahlı Qüvvələrinin veteranı və müharibə veteranı hərbi insanının baş müəllimidir. Dahi Öndərimiz Heydər Əliyev cənablarının göndərişi ilə mən Qərbi Azərbaycandan Kaliningrad Hərbi Ali Məktəbinə qəbul olub bitirmişəm. Sonra Dahi Öndərimiz Heydər Əliyev cənabları 1992-ci ildə Milli Məclisin Ali Məclisin sədri Naxçıvanda olanda müraciət edəndə ilk öz silahlı qüvvələrimizə könüllü raport yazıb qayıdan profesional hərbiçilərdən biriyəm. Dahi Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında 98-99 illərdə poligonlarda şəxsən rəhbərlik etdiyi təlimlərdə fəal və aktiv iştirak etmişəm. Eyni zamanda Dahi Öndərimizin biz Azərbaycan Silahlı Qüvvələrə inamını durmadan, dönmədən sözsüz yerinə yetirmək və Cənab-ı Ali Başkomandanımız İlham Əliyevin əmrlərini durmadan, dönmədən dəqiq sözsüz yerinə yetirərək Hərbi Ali Məktəbdə baş birləşmiş komandirlər və Heydər Əliyev Hərbi Məktəbində kursantları və komandir heyəti böyütmüşük. Onlardan da biri mənəm. Rüfətin dövlət imtahanında, qəbulunda 2003-cü ildə iştirak etmişəm. Dəyərli ağsaqqalımız, şəhidimiz Polkovnik Leytenant Ramaldanovun şəxsən əskər çörəyini yemişəm. Vətən müharibəsi qəhrəmanımız analar anasının oğlunun birinci kursda şəxsən müəllim olmuşam. Diqqətinizə görə çox sağ olun, yaşasın Dəmir Yumruq. Bəli, mən də Respublika Şəhidlərləri Qardaşlar Birliyi rəhbəriyəm. Bu da bərk qeyd Fuad xanım, sizi də yenə təbrik edirik. İctimai Şuranın sədridir. Fuad müəllim bizdə. Bəli. Vaqif məclisini salamlayıram. Bütün burada əyləşənləri hamısını salamlayıram. Hamısını çox istəyirəm. Şəhid anaları çox istəyirəm. Ataları çox istəyirəm. Qazi veteranları. Bəyəkləri dedik. Bəli, əlbəttə ki, onun da bizim memarımız oldu. Bizə belə bir sülhlü Azərbaycan bəxş etdi. Ona görə də deyib toy öncəsi toyun əvvəli axırı olunub. Ən axırda prov gəldi.
Ben isterdim ki olabilir ki o kadar sevincimizden olunca bizim Azerbaycan'a canını feda verdi, şehidimizdir orada. Bu şehitleri bir dakika sükutla geldi. Ben onu yetmese bir an kalacak. Ama 35 yıl geçerken ve 38 yıldaki hareketler. Allah rahmet eylesin. Şehitler kalbimizin kaldırmışlardı. Şehitleri verdi. Yani bir şehiden elbette ki bir tane epizod deyirəm və salam 1983-cü ildə Moskvada 16 yaşında orta məktəb qurtardım. Şimdi 5 ildə kendisini yani 2005 yılı çeşitli bir partiye qəbul oldu. Moskvada qulluq ödüm 3958 Mangaras Polkovnik məni kandidatlığı qəbul edir ki Üzeyir dedi ki çıxış elədim bir serjant verdi məsələdə aktiv idim. Şimdi dedi Ali Müşfik Anveli olur. Dedi Rus muydu kıyacağını bir şey. Dedim tak точно Cenab Polkovnik. Yani onda ilerlemiş Moskova'daydı. Doğrudan da temaslarım vardı, gidip gelişim vardı Moskova'dan da. Yani bu bizim Azerbaycan'a hayatını, kanını, ne lazımdı ona? Baş koşmazdı, neydi, oturmuştu, çöreğini de giyerdi, tapardı. Ama o bizim de elə şəhidimiz sayılır. Həmişə indi toylarda da, hər bir yerdə tədbirlərdə ulu öndərimizin və şəhidlərimizin bir dəqiqə sükutla yardımcıyıq. Şəhidlərin hamısı qəhrəmandır, Azərbaycan. Qardaşım, hamısı qəhrəmandır. Heç kim deyənməz ki, dililərdən mən qəhrəmanam deyib sinəsində mənə 15 medalım var, nə olsun ki? Əsas medal xalqın verməkdir. O xalq medalı Ulu Öndər kazandı şəhidlik zirvəsində bizim şəhidlərimizin yanı bağısına, bizim döyüşçülərimizin, veteranlarımızın, qazilərimizin və siz kimi ağsaqqalların, mən o dəfə agentlik iclasında dedim, ondan sonra xoşlar gəlmədi, siz yoxuydunuz. Dedim, hər bir yerdə ağsaqqallar lazımdır. Ağsaqqallar şurası yaratmaq lazımdır. Əlbəttə ki, 4 nəfərin bir ağsaqqalı olmalıdır. Bir ailənin bir ağsaqqalı olmasa ailə qalib gəlməzdir. Halkın elin asakkalı olması Ulu Önder elbette ki bu günleri Heydər Cumhuriyeti'nde yadınızdadır. Kamsımoğlu'nun bir tane katibin bir toya geçseydi işten çıkarlardı. Niye? O halk bilmelidir ki onun müdürlük siyasetçisi har ilerliydi. İlerliydi ki bütün Azerbaycan yaradı. 23 yıl yaşayan bizim 1920 o vaxtlarda Azerbaycanımızı 91'de gördük ki o her bir əzaba dözdü, gəldi Naxçıvana, Neyləmə, gəldi hamımızın köməkliyi ilə, hamımızın siyasəti ilə bu günləri Azərbaycandayıq. Əlbəttə ki, sonda Cənab Prezidentimizin yetki siyasət, davamlı siyasətin əsasında xalqımız dəmir yolu üçün birləşdi, qalib gəldi. Torpaqlarımız hamısı alındı. İnşallah, inşallah biz növbəti torpaqlarda, Zəngəzur'da, Vedibasar'da, o Çobanlı tayfalarında, Şiraz'da hamısında görüşəcəyik. Əlbəttə ki, biz xalqımız, vətənimiz müdür xalqdır, dövlətimizin də xarici siyasəti əlbəttə ki, bir günləri bəzi cəmiyyətdə deyirlər, nə üçün oraya benzin verirlər, silah verirlər, sursat verirlər, gedirlər təyyarıyla, amma elə deyil. Dövlətimizin siyasəti çox müdür. O vaxt kim tanıyırdı? Dağlı Üniversitesi təşkil etdi mən olanda, dedim ki, İzbakı dedi, Baku, dedim Məştəqar, Məştəqar gül satırdılar orada. Məştəqardır, amma bu günləri doğrudan da Azərbaycanımızın hər bir diyarı, her bir yerde 194 devlette tanınır. Ne esasında Ulu Önderimizin yettiği siyaset biraz boyunluğu ve onun devamı sonunda İlham Heydaroğlu Əliyev için ve Hanımı Mehriban Əliyeva'nın bizim pluralizm taylattık bizim devlete doğrudan da yanaşır bu günlerde. Onun siyasetin böyüklüğü için biz galip ölkəli vətəndaşları, qəhrəman şəhidlərimizin bizlərə bəxş etdiyi bu Azərbaycanda yaşayır. Var olsun bütün Azerbaycan, var olsun halkımız. Allah sizlerle olsun. Sağ olun. Kanunlar tarihinde eylediğimler benim 5 vazifesi var. Gayri Cemiyet'in Xatayarların şubesini serdiridir. Hem de Aksakkala şurasını serdiridir. Bütün cemiyette dediği serdirsen. İctimai Şura sərdir. Pənah verdim bilir, 30 yıldan artırdı Pənah verdim. Yakın Gayri Cemiyeti Xatayar rayonunda 500'den artık dün şehit ayrıldılar. Birinci Qarabağ, elbette ki.
Şimdi Qarabağda da yeni cəza Bəli, 30 ildən artıq fəaliyyətimizdə hər rayonda, respublikalara Allah sizləri Biləm, sağ ol. Var olun, Allah o öndərimizə və şəhidlərimizə rəhmət etsin. Qaziləri qorusun, sizləri qorusun, 4-cü qüvvə sizlərsiniz. Balaca uşaq. İcra müəllimində 2 dəqiqə sözü var, sonra bir balaca balamızın bir çıxışı var. Çox sağ olun. Ətraflı danışmağa üzrlü sayın artıq vaxt çatmadı. Düzdür, biz həftələrlə, aylarla Ulu Öndərin xidmətindən danışa bilərik. Amma bu demək deyil ki, onun fəaliyyətini biz aça bilərik və ya açmışıq. Mümkün də deyil. Çünki biz hər gün yaşadığımız bu həyatda yeni faktorlarla rastlaşırıq ki, onun hamında əldə olunan uğurlarda Ulu Öndərimizin qoyduğu siyasi yolun nəticələridir, bəhrəsidir. Bir də onu deyərdim ki, Ulu Öndər özü həqiqətən də bir ağsaqqallarımız ideal seçəsi bir ağsaqqal kimi xalqına, dövlətinə xidmət eləmişdir. Və bir həftə bundan qabaq Respublika Ağsaqqallar Şurasının 9-cu qurultayı keçirildi. Sədrlər oradaydı. Bizim Ulu Öndərin ən böyük Azərbaycana bəxş etdiyi, onun siyasi kursunu layiqlə, ləyaqətlə həyata keçirilən və çox çətinliklə qurduğu Azərbaycanı bu yüksəklərə qaldıra bilən Prezidentimiz İlham Əliyev cənablarının Ağsaqqallar Şurasının qurultayına məktubu oxundu və bütün Azərbaycan ağsaqqallarına onun xeyri, duası və ürək dolu onlarla olması orada bəhs olundu. Və ikinci onu deyərdim ki, bizim o zaman qoyduğu təməli bugün bəhrəsini görürük və yenə də həmən o kursu həyata keçirən bizim prezidentimizin əməyi sahəsində 4 gün bundan qabaq Avropa çempionatından güləş üzrə qayıdan komandamız həm Yunan-Roma güləşində, həm sərbəst güləşdə Avropanın çempionu oldu. Fərd çempionlarımız həmişə olub. Bir nəfər Avropa çempionu. Amma komanda çempionu olmaq bu böyük nailiyyətdir. Hamımızın gözü aydın olsun. Mürüvvət müəllim, təşəkkür edirəm. Ulu Öndərin adına düzənlədiyiniz bu tədbir Ulu Tanrının dərgahında onun ruhuna bir dua kimi qəbul olunsun. Bizim Cavid balamız elə Heydər Əliyev də sazı sevirdi. Bir saz havasından könüllərinizi şad eləsin. Buyurun. Hoş gördük çox hörmətli və dəyərli insanlar və çox hörmətli dəyərli ziyalılar və tədbir iştirakçıları. Hər kəsi bu gözəl gündə və yadda qalan gündə xoş gördük. Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət eləsin, sizlərə can sağlığı versin. Vətəninin ən çətin, ən ağır günlərində xalqının xilaskarı oldu Heydər Əliyev. Müdrik siyasəti ilə xilas etdi ölkəni. Güclü bir Azərbaycan qurdu Heydər Əliyev. Vətəninə həsr etdi ömrünün hər anını. Bir şam kimi yandırdı bu yolda öz canını. O xalqını sevirdi, xalq da xilaskarını. Xalqının arxasında durdu Heydər Əliyev. Ölkədə hər sahədə islahatlar apardı. Hər addımda, hər işdə xalqa arxalanardı. Bütün siyasətçilər onu örnək alardı. Siyasətdə möhrün vurdu Heydər Əliyev. Vətəninin hər qarşı ona doğma diyardır. İllərdir qəlbində Şuşa həsrəti vardı. Kaş Ulu Öndərimiz bugün də sağ olardı. Zəfərin bünövrəsini qoydu Heydər Əliyev. Onu hər an hörmətlə, rəhmət ilə anırıq. İlham Əliyevə də onun tək inanırıq. Ali Baş Komandanın davamçısı sanırıq. Gələcəyə işıqlı yoldur Heydər Əliyev. Gələcəyə işıqlı yoldur Heydər Əliyev.
xalq yoludur. Bu yol son qayacaq həsrətə dərdə, Cənab Ali Baş Komandan igid sərkərdə. Adın qəhrəman tək tarixdə qalsın. Türk soylar qoy səndən güc qüvvət alsın. Üç rəngli bayrağın daim ucalsın. Şəhid qanı axan müqəddəs yerdə, Cənab Ali Baş Komandan igid sərkərdə. Bir də mahnı. Hörmətli